Dostlar salam və hər zaman kimi hər vaxtınız xeyir olsun. Bir bit söhbət podkastlarımızın ikinci bitində hər birinizi salamlayıram. Bu dəfə də çox maraqlı bir qonağım var və çalışdım ki, elə bir qonağı tapım ki, podkastlar ilə çox məşhur olmasın, hər bir podkastda qonaq olan şəxslərdən biri olmasın və bu gün biz onunla Azərbaycanda proqramçı olmaq barəsində danışacağıq. Bu bazar necədir, hansı istiqamətdə inkişaf edir və son illərin trendi olan süni intellekt proqramçılığa necə təsir eləyəcək? Azərselin eksklüziv tərəfdaşlığı ilə bu podkastı izləyirsiniz və qonağım da Crocosoft şirkətinin rəhbəri Rüfətdir. Rüfət, xoş gəlmisən. Salam Fərid, çox sağ ol dəvət üçün. Xoş oldu. Sənin uzun illərdir izləyirik, postlarınla, məqalələrinlə sevirik və mənə də maraqlıdır ki, görə bu söhbət necə alınacaq. Rüfət, əslində səni dəvət eləməkdə ilkin məqsədim ondan ibarətdir ki, mən səni uzun illərdir tanıyıram, uzun illərdir bizim dostluğumuz var və ekosistemdə kifayət qədər üzdə olmayıb, amma çox iş görən adamlardan birisən və təəssüf ki, bazar elə bir şərait yaradıb ki, üzdə olan insanlar bəzən çox da hər zaman iş görən insanlar olmurlar. Ona görə sənin fikirlərin, sənin məsləhətin, sənin yanaşman mənə maraqlıdır. Gəl izləyicilərlə də səni tanış eləyə. Birinci özünü təqdim elə. Şirkətin hansı fəaliyyətlə məşğuldur? Adını düz dedim, ümid edirəm ki, çox maraqlı bir adı var. Fərid, deməli mən Rüfət Babakiyev 2011-ci ildən bu industriyadayam. Təbii tələbəlik illərin, məktəb illərində bu sahə ilə məşğul olmağımı saymıram. Və şirkətimiz 2015-ci ildən təsis olunub. Bəli, adını düz dedin, Crocosoft, zəfəran gülündən gələn bir belə deyək də Bakının simvollarından biridir. Hamı adətən belə adlar qoyur, Kaspian, Bakı və alovlarla bağlı, küləklə amma o bağlı vaxtları olur. belə bir ad qoyulub ki, yəni sırf zəfəran adı ilə bağlıdır və komanda olaraq seçildi, qoyduq. Və o vaxtdan bu vaxta da biz proqramlaşdırma sahəsində fokus olduq. Yəni bilirsiniz ki, IT şirkətlər çoxlu IT böyük bir industriyadır və son 20 ildə ümumiyyətlə fərqli istiqamətlərdə böyüdü. Və biz şirkəti artıq formalaşdıranda onun strategiyasını çox dəqiq formalaşdırdıq, hansı ki, bu bizə növbəti mərhələlərdə ciddi uğur gətirdi. O baxımdan ki, biz ancaq proqramlaşdırma həllərinə fokus olduq və bu gün hətta bizə sifarişlər daxil olanda hardware ilə, ümumiyyətlə başqa istiqamətlərdə biz deyirik ki, dostlar, çox sağ olun müraciət üçün, amma bizim işimiz proqram təminatıdır. Şirkətimiz mobil sahəsində parıldadı uzun müddət. Mən də bilirsən ki, ölkədə ilk mobil developmentla məşğul olmağa başlamışdım o vaxtları. Elə oldu ki, biz ard-arda çoxlu uğurlu layihələr verdik və son bir neçə layihəmiz ümumiyyətlə hamı tərəfindən gündə milyonlarla istifadə olunur. Elə onu soruşmaq istəyirdim. Məncə tətbiqlərin adını əgər sadalaya biliriksə sadalayaq. Sadalaya bilərik. İnsanlar da hiss eləyəcək ki, yəni nəyi istifadə edir, hansı şirkətin məhsulunu istifadə edirlər. Bununla tez-tez rastlaşırıq. Hətta belə deyək də, tətbiqləri buraxılanda biz kimsə oturub deyir ki, bizim bu tətbiqlərdə var. Bəs görəsən siz belə tətbiq yaza bilərsiniz. Deyirik ki, göstərin. Məsəl üçün indi ən belə populyar, həm narazıçılığın olduğu, sonra isə daha belə sevilən tətbiqlərdən biri məsələn Smart Customs və yaxud mobil notariat və yaxud nə milli ön tətbiqi, Arazın applicationları var, Araz marketlər şəbəkəsi, bizim müştərinin onun mobil tətbiqləri var. Hamısının bu sadalarların hamısının milyondan çox istifadəçisi var və gündəlik 10 minlərlə istifadə olunur. Bəzən bizə göstərək ki, belə bir tətbiq hazırlaya bilərsiniz. Dedik ki, Əslində siz hazırlamışsınız. Biz hazırlamışıq bunu. Belə hallarla tez-tez rastlaşırıq. Bəzən tətbiqimizi xarici bir şirkətin hazırladığı tətbiq kimi təqdim eləyirlər, amma deyirik ki, yox, vallahi Biz hazırlamışıq. Belə hallar olur. Şükür Allah, yaxşıdır ki, biz indi artıq Birləşmiş Ərəb Əmirlikləri ilə işləyirik. Bu yaxınlarda da bir həllərini buraxmışdıq. Sonra Türkiyədə bir-iki layihəmiz var. Artıq belə xırda hədəflərdən biri o idi ki, regionala, xarici bazara açılaq. Məsələn, 2 gün əvvəl Almaniyada bir şirkətlə belə bir mem bağladıq ki, artıq davam eləyək, outstaffingdə xüsusilə maraqlıdırlar. Yəni belə işləyirik. Əsas odur ki, şirkət hədəfləri var. Bizim hədəflər sırayışlı hədəflər deyil. Strategiyamız da odur ki, qısa-qısa gedək. Yəni çox ağır-ağır gedirik. Amma çox net hədəflərlə gedirik və hədəflər illik 7%-dən artıq böyümədən söhbət getmir. 5%, 7%, amma sağlam böyümədən söhbət gedir. Adını çəkdiyim məsələn Smart Customs-dır, gündəlik istifadə edirəm. Mobil notariatdır ki, çox sevilən bir tətbiqdir. Yoxsa sən də xaricdə yaşayan insanlar üçün əvəzsiz bir həldir. İkisini də mən düşünürəm ki, iş ağırdır. Özəlliklə də Smart Customs işi məncə ağır olmalıdır. Çünki orada gömrük bəyannamələridir, bütün çatdırılma şirkətlərinə inteqrasiyadır və
Mən O gördüm ki, inteqrasiyalar yavaş-yavaş tərəflərindən. təkmilləşmə oldu orada, yəni aylar, illər keçdikcə kifayət qədər irəlilədi o tətbiq. Belə deyim də, ümumiyyətlə biz pis bir vaxt, həm yaxşı vaxta düşdük, həm pis vaxta düşdük. Pis vaxta düşdük ki, onda biz ölkədə hardakı 2017-18-də bu xidmətlərin mobilə daşınması baş verdi. Bunu banklar da eləyirdi. Düzün demək lazımdır. Banklar da bu xidmətləri daşımağa başladı və biz də o vaxtları bəzi qurumların, bəzi hətta özəl sektorun xidmətlərini başladıq əpə daşımağa, tətbiqlərə daşımağa. Təbii ki, daşıyanda çox böyük çətinliklərlə üzləşdik də. Həddindən artıq çox idi. Həm inteqrasiyalar elə asan deyildi, həm sizə deyim ki, hətta belə bir hal yaranmışdı bizdə. Kim kiber təhlükəsizliklə məşğul olurdu, ilk hücum elədiyi yer iş sınaqlarını bizim Orada tətbiqlərimizdə. sınaqdan keçirdirdilər Həqiqətən. bacarıqlarını. Bu gün də hələ belə şayələr gəzir ki, biz onların tətbiqində boşluq tapmışıq. Yəni mən həmişə bunu gülərək qarşılayıram və normal qarşılayıram. Bəzən biz özümüz elan eləyirik ki, varsa gətirin düzəldək. Bəli, o poligondan keçdi. Smart Customs həmçinin biz onun 3 dəfə dizaynını dəyişmişik, düz 3 dəfə. Microsoftun ən böyük üstünlüyü odur ki, biz bir proyekti başlayıb bitiririk. Okey, bunu çox adam bitirir. Sofyada nə qədər çətin olsa da, amma texniki dəstəyi uzun illər qorumaq doğrudan proqram təminatında çox çətindir, həddindən artıq çətindir. Okay, məncə kifayət qədər məlumat verdik və izləyicilər üçün də aydın oldu. Sən kimsən, nə işlə məşğulsan, şirkətiniz nə işi görür? Məncə keçək ekosistem müzakirələrinə və xüsusən də əsas səni bura dəvət eləməkdə məqsədim ondan ibarətdir. Yəqin ki, Azərbaycanda proqramçılarla çox iş görürsən, yaxın təmasdasan. Azərbaycanın IT sferası, Azərbaycanda olan proqramçılar necə dəyərləndirə bilərsən? Həqiqətən Azərbaycanda yaxşı proqramçı tapmaq rahat bir işdirmi? Və yaxud da ki, Azərbaycanda olan proqramçılar bazarın tələbatını ödəyirmi? Ümumi, yəni bu sahəni necə görürsən? Fərd çox belə yerində qoyulmuş dəqiq bir sualdır. O baxımdan mən deyərdim ki, Azərbaycan və MDB ölkələri çox yaxşı developer yetişdirə bilir. Bu gün biz proqramçı dediyimiz proqramçı anlayışı yoxdur, artıq proqramçı mühəndis var. Belə bir anlayış var. Düzdür, proqramçı da qalır hardasa. Koder deyirdilər ona, hansı ki, ancaq işi kod yazmaqdır. Amma bir də var mühəndis anlayışı. Azərbaycanda buna yatkınlıq səviyyəsi çox yuxarıdır. Bu bütün MDB ölkələrində belədir. Bunun da kökü riyazi biliyə gedib çıxır. Yəni riyaziyyat məktəbi deyilən bir anlayış var idi. Bakı Dövlət Universiteti bu kadrları ciddi yetişdirdi. Sonra keçmiş Qafqaz Universiteti yetişdirdi. Bu gün Bakı Ali Neft Məktəbinin çox yaxşı kadrları var. Biz hər il oranı mən bir xəzinəyə bənzədirəm. Hər il bir Ali Neft Məktəbi. Ali Neft Məktəbi. Hər il heç olmasa bir 10 uşaq oradan bir cəlb eləyirik. Görürük ki, effekt verir. Bu gün bizim nə qədər şirkət olaraq məzunlarımız fərqli yerlərdə işləyir. Və yaxud UFAZ-dan yaxşı kadrlar gəlir. Baxırsan ki, şərait olanda o kadrları yetişdirəndə yaxşı mütəxəssis alınır. Belə ürəyin istəyəncir. Deməli var. Var. Sadəcə onları yetişdirmək lazımdır, investisiya eləmək lazımdır, səbirli olmaq lazımdır. Rüfət, bəs Azərbaycanda səncə hansı proqramlaşdırma dilləri daha çox tələb görür? Yəni sıfırdan başlayan bir adam təbii ki, bazar araşdırması eləmir və yaxud da ki, kursa gedən bir tələbə onlara bir istiqamətləndirmək üçün Azərbaycanda hansı proqramlaşdırma dilini məsləhət görərsən? Yəni təbii bunu dünya trendləri ilə də əlaqələndirə bilərsən. Yəni dünyada trend nədir? Azərbaycanda hansı trendlər var proqramlaşdırma dillərində? Fərid, deməli, məsələ nədən ibarətdir? Mən ümumiyyətlə qısa bir haşiyə çıxacağam bu suala cavab verməmişdən qabaq. Bizdə o vaxt universitetdə bir dərs var idi, kompüter mühəndisliyinə giriş. Yaxşı olar ki, bütün kurslar hamısı ki təlimlərə başlayırlar müxtəlif dillər üzrə də. Yaxşı olardı ki, bir ona giriş dərsi də versinlər. 2 həftə, 3 həftə, 1 ay. Yəni insan birinci başa düşsün ki, o nə üzrə davam eləmək istəyir. Yenə dedim, IT geniş industriyadır. Hətta develop artıq bu gün o səviyyədədir ki, proqramlaşdırma özü genişdir. Mobil proqramlaşdırma var. Onun özü artıq 3 istiqamətə bölünür. iOS, Android, cross platforma. Sonra gəlir frontend. Frontend özü bir neçə istiqamətdədir, back. Yəni o girişi verməyə lazımdır. İnsan özünü tapmalıdır orada. Məsələn, developer var, o mobil appdə balaca ekranda nəsə işləyə bilmir. Səbri çatmır. O xoşlayır böyük ekranda işləsin. Developer var ki, o frontla ümumiyyətlə işləyə bilmir. Məsələn, mən də uzun illər HTML-də desəm mən 2 tagi yan-yana qoya bilmirəm. Amma kifayət qədər mobildə və bir keçmiş mühəndis kimi backenddə təcrübələrim var. Yəni bu artıq özünü harda tapmağında ona giriş verir. Gəldik dillərə. Artıq proqramlaşdırma dili anlayışı da biraz fərqlidir. İndi texnologiyalar, hansı texnologiyalarla işləyirik? Java texnologiyaları var, .NET texnologiyaları var, hansı ki Microsoft-un belə deyək də təqdimatında var, open source texnologiyalar. Artıq texnologiya anlayışının üzərində formalaşır. Bizim bazarla dünya bazarı çox fərqlənmir.
Amma ən önəmli şey mən həmişə bu texnologiya seçimini silah arsenalına bənzədirəm. Sən proyekti eləyəndə sənin gücün o vaxt müəyyən olunur ki, sən düzgün texnologiyalar seçəsən. Proqram təminatının 3 ana prinsipi var həmişə. O stabil olmalıdır, texniki dəstək göstərilə bilən olmalıdır və genişlənə bilən olmalıdır. Stable, maintainable, expandable. Bəli. Bu üçün prinsipindən yola çıxaraq sən arxitektur avı seçirsən, sən texnologiya avı seçirsən, sən geniş deməli dəstək müddətini seçsən. Amma Azərbaycanda ən çox geniş yayılıb proqram texnologiyalardan Java texnologiyalarıdır, .NET texnologiyalarıdır və PHP bildiyimiz PHP klassik. PHP-dir. Bu gün ona biraz belə dırnaqarası yanaşılan yaxşı PHP mütəxəssisi olanda çox böyük işlər görmək olur. Python necə? Python var, amma Python bəzən bizdə düz istiqamətdə istifadə olunmur. Python bizdə görürsüz, bizdə korporativ hansısa layihədə Python işlədirlər. Python yaxşı machine learning-də, əgər süni intellektlə işləyirsənsə Python dəyərli dildir. Mən özüm də bir vaxtlar bilmirəm, xatırlamırsan, Keepface-də bizdə belə bir startapda şey var idi, bot yazmışdıq. Instagram profillərini sürətli analiz eləyib Python yarayır ona. Onu mən Pythonda yazmışdım. Özüm yazmışdım. Biraz sonra ötürdüm, komanda işlədi. Hə, Python onun üçün ideal idi. Amma orada götürüb bir korporativ proyekt yazırsansa, ora ideal olar ki, .NET və ya Java texnologiyalarını seçsin. Okay, məncə aydın oldu və buna davam olaraq məncə əmək haqqılardan danışaq, qazanclardan danışaq. Çünki yeni başlayan proqramçılar üçün maraqlıdır, juniorlar üçün. Azərbaycanda əmək haqqı fondu proqramçılar üçün onların qazancı necədir və aşağı-yuxarı məndən yaxşı bilirsən bazar, çünki sən işləyirsən onlarla. Mən birinci öz təcrübəmi deyim ki, mən düşünürəm ki, junioru istisna eləsək, orta və yüksək səviyyədə proqramçılar bəzən həddindən artıq çox maaş alırlar. Yüksək səviyyə, CTO levelində qalxsaq. Bunun da səbəbi o yaxşı proqramçıların az olması ilə bağlı əlaqələndirirəm. Onlar məsələn banklardan hire eləyirlər, böyük şirkətlərdən, korporativlərdən hire eləyirlər onlar və belə deyək də daha çox məbləğə cəlb eləyirlər ki, onlar gəlsin. Məsələn, mən gedib Hindistandan və yaxud da ki, Belarusiyadan, Ukraynadan eyni işi eyni keyfiyyətdə görəcək daha belə deyək, aşağı qiymətə freelance işçi tapa bilirəm. Bu mənim yanaşmamdır. Real vəziyyət necədir? Yəni mən müştəri gözü ilə bunu deyirəm. Buna gəlməmiş əvvəlki topikdən bir cavab verəcəm, çünki o çox vacibdir. Bəzən bax sənin öz layihələrində də ola bilər. Texnologiya seçəndə həmişə o texnologiyanın mütəxəssisinin, onun yiyəsinin, yəni onun owner-ı kimdir? Məsələn, bilirik ki, .NET-də Microsoft-dur və Microsoft qoymayacaq bir texnologiya ölsün. Bəzən o da ölür, amma qoymayacaq ən azı. Və nə qədər o sənədləri var, nə qədər mütəxəssis var, buna diqqət etmək lazımdır. Bəzən bizdə çox layihələr ona görə fail olur, uğursuz olur. Çalışıram ingilis dil sözlərindən qaçır. Problem yoxdur. Amma yəni istəyirəm ki, dilimizdə bu daha yaxşı alınsın. Yəni uğursuz olur çünki düzgün seçilmir və bu böyük problemlər yaradır. Biz bu gün hazırıq ki, hətta kömək eləyək ki, okey, bizlə işləməyin, amma bunu işləyin ki, sabahları bu qədər pul xərclənir. Bu hayf olmasın. Boşa getməsin. Boşa getməsin. Proqramçıların maaşları ilə bağlı bu belə bizim Azərbaycan Developers qrupu var. O ownerlarından biri də mənəm. Bəlkə də bilmirdin. Bilmirdim. Böyük bir şeydir, icmadır da. İcma daha doğrusu. Mən özüm ingiliscə deməyə başladım. İcma. Yəni Azərbaycanda çox xoşlam işlətməlisiniz. İcma böyük bir icmadır. O icmada mən həmişə izləyirəm altdan görürəm cəmaət nə yazır, necə yazır. Bax, birinci bizdə bəli, maaş strategiyası düzgün qurulmur bir çox yerlərdə. IT komandalarda və bu çox böyük fəsadlara əmələ gətirir. Mən hələ bu boom 2020-də pandemiyadan sonra başlayanda remote və s. də uzaqdan işləmə və s. başlayanda onda bir çox IT rəhbərlər ehtiyat elədi və IT komandası olan şirkət rəhbərləri durmadan başladılar belə də o həyəcana qapılıb çoxlu pullar verməyə. Pul xərcləməyə başladılar. Əslində düz istiqamət idi. Pul xərclənməlidir ki, IT inkişaf eləsin. IT ucuz deyil. Rəqəmsallaşma ucuz deyil. Amma bunu orada istifadə edənlər oldu və ölkənin əslində çox yaxşı mütəxəssisləri qatıla getdilər. Bunun səbəbi nə idi? Səbəbi o idi ki, sənin o deyirsən çox pul verirsən. Bəli, mən də elə mütəxəssisimiz var ki, ona ayda 13.000 manat verirəm. Amma o mütəxəssis məndə gündə 10-15 milyon tranzaksiyanı icra eləyən bir sistemin arxitektidir. Okey. Yəni buna verərsən 13.000, 15.000 də verərsən. Amma
bizdə belə bir boom yaşandı. Elə bir durmadan niyəsə hamı durmadan developer axtarırdı və niyəsə hamı produktu təcili buraxmağa çalışırdı və proyektlər çoxsu baxmayaraq ki, uğursuzluqlar da çox oldu və o istiqamətdə gedəndə uzun illərin güclü kadrlarına 6-7 min manat verilərkən 2-3 illik özünü yaxşı ingilis dilində bahalı pafsla satanlara 4-5 min Daha verir, çox o 7 verilir. min kadrlar itdi. Çünki amma mən o vaxt təklif eləyirdim ki, 10 nəfərlik, mən bu gün də onun tərəfdarıyam. 50 nəfərlik 2500 manat ortalama 50 nəfəri bölsək, komanda saxlayana qədər 10 nəfərlik o məbləği bölün onun arasında keyfiyyətli komanda saxlayın. Əgər produkt bunu tələb eləyirsə. Yəni o məsələ ondan. Amma belə ümumiyyətlə junior bizdə başlayır $400, $500, hansı ki o interni həmin şirkətdə keçibsə. Və o starterdir. Ona biz junior da deyə bilmərik, starterdir. Yəni yeni başlayandır. Juniorlar sonra gedir üzüm 1500 manata qədər gedirlər. Hətta $1000 qədər də, 1700 manata qədər gedirlər. Niyə bunları dollarda deyirəm? Çünki biz özümüz də staffing xidmətləri veririk bəzi xarici ölkələrə. Məcburuq ki, orada dollarla işləyək. Əməkdaşları da həmişə dollarda dəyərləndiririk də maaşlarını. Və ondan sonra artıq bu arta-arta gedir. Üzü yuxarı gedir. Amma bu hardasa limitlənir 6-7 min manatda. Amma 10 min alanlarımız da var bazarda. Bəzən yaxşı rəhbər varsa IT-də, o komandaya gedin baxın, hamı düzgün maaşını alır. Yaxşı rəhbər varsa. Yaxşı rəhbər varsa. Bu gün bizdə CTO-dan söhbət gedir. CTO, CIO və yaxud da IT-yə kurasiya kimdədirsə onda. Bu gün Azərbaycanın birinci sualı qayıtsam ki, developer problemi, mühəndis problemi yox. Bu gün Azərbaycanın daha çox IT-də idarə etmə problemi var. Bu çox ciddi kritik problemdir və bu gün şirkətlərin bir çox IT layihələrinin fail olma səbəbidir. Yenə bunu biz CTO, CIO və ya kimsə deyə bilmərik. Yəni IT kimdədirsə, kimin kurasiyasındadırsa, bu bəzən finansın da kurasiyasında ola bilər ki, hansı ki bu təcrübədə də var, dünya təcrübəsində də var. IT şirkətin finans rəhbərinin kurasiyasındadır. Bu o kurasiyada olan adam şərt deyil o IT-dən gəlsin. Ümumiyyətlə IT-dən gəlməməlidir bəlkə də. Proqramçıların da tənbəl olduğunu nəzərə alanda bu şöbə elə bir şöbədir ki, yəni fail eləmə imkanı çox yüksəkdir də. Mən Yəni sizə deyim, əlaqələndirməni eləməsən. mən sizə deyim ki, hüquqşünas olub ki, IT onun kurasiyasında olub, həddindən artıq uğurlu olub. O adam IT-dən bir zərrə qədər biliyi yoxdur. Orada önəmli olan novator olub o prosesi idarə eləməkdir. Tamamilə Çox çətin, həddindən artıq çətindir o prosesi idarə etmək. O prosesi idarə etməyə səbr tələb eləyir. O prosesi idarə etmək üçün öz biznesini ideal bilməlidir. Bu gün bizə C-level IT-ni idarə edənlər var, rəhbər pozisiyada. Onlar öz biznesi nə iş görür onu bilmir. Öz biznesini. Məsələn, bu gün biz nə satırıq? Əslində biz satdığımız bilikdir, biznes biliyi, industriya biliyidir, domain knowledge-dir. Yəni biz onu başqa, məsəl üçün biz işlədiyimiz bank üçün yazmışıq işə qəbul prosesi. Onu götürüb başqa yerlərə satırıq. Artıq sən yəni həmin biliyə sahibsən. O Luxoft, EPAM, Accenture-dan gələn bir şeydir bu. Bu belə olmalıdır. Rüfət, növbəti sualım startaplarla bağlıdır. Yəni mənə görə bir ölkənin startap ekosistemini, innovasiya ekosistemini formalaşdıran təməl altyapılardan biri də proqramçılardır. Yəni koderlər, necə adlandırsan adlandır bunlar. Yəni bir internet xidmətləridir, rəqəmsal həllərin əlçatanlığıdır. Yəni ikincisi də ki 100% proqramçılardır. Yəni bir startapı formalaşdırmaq, ideyanı reallaşdırmaq üçün. Yəni hər zaman bu fikri müdafiə eləmişəm. Səncə Azərbaycanın altyapısı hal-hazırda kifayət eləyirmi o startap ekosistemimiz tam olaraq inkişaf eləsin proqramçılar tərəfindən? Mən bildiyim qədərilə bu müəyyən bir dövr ərzində qıtlıq yaşandı. Müxtəlif təqaüd proqramları vasitəsilə bazarda dövlət dəstəyi baş verdi və onların da belə deyək töhfəsi ilə proqramçıları yetişdirməyə çalışdılar. Nə düşünürsən bu barədə? Səncə Azərbaycan bazarında kifayət qədər var proqramçı startapları inkişaf aparacaq, startapları formalaşdıracaq? Əslində proqramçı tərəfdən yanaşsaq, bayaq danışdığımız kimi korporativlə startap arasında proqramçı fərqi yoxdur. Yəni bu ya startapdır, ya korporativdə işləyir. Proqramçı tapmaq olar. İstənilən startapa axtarmaq lazımdır, tapmaq lazımdır, yetişdirmək lazımdır və bunu etmək olar. Və bizim startapların, amma startap ekosisteminin tam da uğurlu olmama səbəbi düşünmürəm ki, proqramçılardır. Uğurlu olmama səbəblərindən biri startaplar başlanarkən onun reallığının nəzərə alınmamağıdır.
Azərbaycanda da uğurlu olan startaplar var. Bəzən düzdür biz hamısından unicorn belə bir məşhur söz var, onu gözləyirik, milyardlıq. Amma Azərbaycanda bunun çıxmağı real deyil. Bunun səbəbi odur ki, bazar olaraq ona hazır deyil. Bu mənim subyektiv fikrimdir. Və ondan əlavə isə proqramçı tərəfdə heç bir problemimiz yoxdur. Amma bir tövsiyəm olar ki, startap qurmağa başlayanlara qətiyyən proqramçılara hissə verib onları işlətməyə çalışmayın. Ən böyük problem odur. Bu böyük xətadır. Bunu etməyin. Çünki sizin startap bir yerdə dalana doğru gedəndə və yaxud hansısa bir çətin hissədən keçəndə developer siz necədir? O maaş alır. İlk vəziyyətdə özünə maaşlı bir iş tapacaq. İlk düşüncəsi. Və qınaya da bilmərik. Adam yəni okey də, yəni adam işləyə bilir. Bizə nəinki hissə verirlər. Yəni ümumiyyətlə startapı proqramçının üzərində qalırlar. Yəni belə bir şey. Belə o varsa var startap, yoxsa yoxdur. Var. Bu böyük bir xətalardan biridir. Yəni bunu etməsinlər qətiyyən. İkinci, mən bu yaxınlarda bilmirəm hardasa belə bir müzakirə idi, bir tədbirdən sonra bir 3-4 nəfər müzakirə edirdik. Mən startaplara Azərbaycanda skeptik yanaşıram. Deyirlər ki, bu mən niyəsə sevmirəm, amma bununla əlaqəsi yoxdur. Amma skeptik yanaşma səbəblərindən biri odur ki, bunun proqramçı ilə və sairə əlaqəsi yoxdur. Bunu sən bir şirkətə də verib ondan davam edə bilərsən, sonra komandava yığa bilərsən və yaxud da ki, bir pul xərcləyə bilərsən. Biz sadəcə startaplara başlayanda düzgün komanda formalaşdıra bilmirik və pul olmur. Əvvəllər biz hələ də 96-cı, 97-ci illərdəki startap məntiqi ilə yanaşırıq ki, bunu tez düzəldəcəm, bu işləyəcək. Məsələn, mən sizə deyim, 2011-ci ildə mobil tətbiqi düzəldirdim Fərid. Heç nə eləmirdim. Tətbiqin interfeysi, UX-ını belə yığmırdıq da, user interface və user experience təcrübəsini belə yığmırdıq da. Özümüz elə Photoshopda fəsad düzəldirdik. Qoyurduq marketə 150-200 min download gəlirdi. Bu gün amma bir download $1 bahadır, bir endirmə qiyməti. Çox çətindir. $3. Yəni bu gün hərdən bizə şirkətə tez-tez müraciətlər olur, startap ideyamız var və s. Xoşum gəlir, hamını dinləmək istəyirəm, istiqamət vermək istəyirəm. Bəzən əllərində bir məbləğlə gəlirlər. Məsələn, şirkət deyir ki, 100-150 min manat var, biz bir ideyanın üstündə başlamaq istəyirik. Mən deyirəm ki, 150 mindən siz heç nə eləyə bilməzsiniz. Bəs proqram təminatı, deyəm, yaxşı, proqram təminatını deyək ki, biz necəsə düzəltdik. Bəs bunun marketingi, bəs bunun satışı, bəs bunun inkişafı, bəs. Bu bir də o 4 yaşlı uşaq kimi də çoxlu bəs sualları verəndə eləsi vardı ki, oyda siz bizi 150 min manat ziyan eləməkdə xilas elədiniz. Böyük bir baxdı xilas elədiniz. Eləsi də var ki, yox, davam eləyir də belə, yəni kör-körənə. Startap kör-körənə artıq getdi o period. O müddət yoxdur. Burada maraqlı bir sual əlavə eləmişəm. Kurslarla bağlıdır. Ümumiyyətlə bölmə açmışam bununla bağlı. Çünki Azərbaycanda kifayət qədər birdən-birə göbələk kimi proqramlaşdırma kursları yaranmağa başladı və bir perioddan sonra, xüsusən də pandemiyadan sonra bunlar ortaya çıxmağa başladılar və məsələn baxırsan kursda həmin dili belə deyək, həmin texnologiyanı öyrədən müəllimin özünün belə demək olar ki, təcrübəsi yoxdur və yaxud tanınmır və yaxud da ki, çox aşağı təcrübəlidir, sadəcə nəzəri biliklərə sahibdir. Səncə bu niyə baş verdi? Yəni kurslar niyə birdən-birə çoxaldı? Bəzən deyirlər ki, yəni proqramçılar iş tapmadı, getdi kurs açdı özünə. Belə bir yanaşma da var bazarda. Yəni bu da məntiqi səslənir əslində. Qulağıma çox məntiqi gəlir ki, pul qazana bilmir, gedib kimə söyləsin, pul qazansın. Siz kurs açmamısınız elə? Bizim özümüzün daxili var, özümüz üçün yetişdiririk. Adətən o, yəni bizim standart internshipdir. Ona daxili komandanı yetişdirmək üçün Akademiya bir anlayış vermişik. Yəni daxili bir şeyimizdir. Bəzən olur ki, kənardan da yaxşı kadr cəlb etmək üçün eləyirik, amma bizim core biznes deyil. Ümumiyyətlə heç biznes deyil. Yəni belə bir diviziyamız yoxdur. Orada məsələ Fərid, pandemiya çox yaxşı hissə toxundu. Bir fikir verdinizsə, pandemiya vaxtı belə durmadan uzaqdan iş təklifləri gəlirdi, tələblər yaranırdı. Bu ümumiyyətlə pandemiyanın bütün iqtisadiyyata gətirdiyi bir şeydir. Yəni durmadan pul iqtisadiyyata free money deyə ingilislər ona pulsuz pul kimi səslənir də. Yəni azad pul kütləsi daxil oldu və xüsusən aidləşmə, rəqəmsallaşma, uzaqdan işləmə, sonra hamı yavaş-yavaş ofislərə doluşdu, başa düşdülər ki, mən deyəndə ki, uzaqdan işləmək iş deyil. Amma məni daşa tuturdu, topa tuturdu. Sonra Elon Musk bunu eləyəndə sonra deyir ki, yox, kişi bilir. Yəni mən də deyirəm də, çünki gündəlik işimiz var. Hamını qaytardılar ofisə. Hamını ofisə qaytardılar, belə də olmalı idi. O periodda böyük bumun
bir hissəsində kurslar da təbii ki, developer tələbat da yaranır da axı. Təsəvvür ki, belə deyək də, elə bil nəyisə qıtlığın yaradırsansa, bu tələbat yaranacaq da. Yəni tələbat yaranırsa da, təbii ki, biz nəsə çoxalmalıdır. Orada fraud halları da, orada yəni düzgün olmayan hallar da yaranmalıdır. Amma bir şeylə və o periodda bir də bizdə bəzi qurumlar başladı kurslara motivasiya edən pullar xərcləməyə. Mən ilk onda mən həmişə pessimist danışıram, amma valla uzaqdan görürük yəni prosesi də uzun illərdir görə gəlirik. O proses başlananda mən dedim ki, Azərbaycanda artıq yaxşı kadr uzun müddət yetişməyəcək. Və doğrudan da yetişmədi. Bir müddət yetişmədi. Çox sərt yanaşdılar səncə? Bəli, çox səthi yanaşıldı və imkan vermədilər ki, proqramçı adətən kim olurdu? Onun kompüter arxasında saatlarla oturub işləmək həvəsi var. Amma biz nə etdik? Biz bunu reklam elədik. Bax, filan kəs aya bu qədər maaş alır. 6 ay kursa getdi aldı. Amma ya 7000 manat maaş alan adamın 7 illik arxada böyük bir öz keçmişi var. O keçmişi işləyib adam. Bax onları göstərmək. Yəni mən səni belə başa düşdürüm ki, sən deyirsən ki, pul qazanmaqla şirinləndirdilər həmin adamları. Bəli. O da təbii ki, yəni insan varsa, indi kimsə insaflı, düzgün kurs keçirir. Halbuki baxsan bəlkə riyaziyyatı heç yaxşı oxumayıbdı, loqaritmanı bilmir. Loqaritmanı qoyaq kənara. Hə, ola bilər tarixçi də yaxşı proqramçı ola bilər. Bu gün bilirsən o səviyyədə deyil ki, yəni proqramçı mütləq riyaziyyatı bilməlidir. Nə edir? Bu gün alətlər o qədər kömək eləyir ki, hə təbii yaxşı dərin düşünməyi bacaran mühəndis gedib protokolların səviyyəsinə, əməliyyat sistemi necə işləyir, onun üstündə nə bilim verilənlər bazası necə işləyir, normallaşdırmanın analitik düşüncə tərzi. Təbii belə mühəndislər azdır. Amma yəni indi biraz kod yazmaq üçün ChatGPT də bəs eləyir. Çox da şey eləməyə ehtiyac yoxdur. Yəni biraz vurdun, yazdın və ona görə də bəzən faillər çoxaldı, uğursuzluqlar çoxaldı. Amma orada bir şeylə razı olmayacağam verdiyin sualla adam özünün 1 il, 2 ildir işləyir və yaxud dərs deyir və yaxud kimsə 7, 8 illik təcrübəsi var, atsanı var, sırf pedaqoq rolu oynayır. Pedaqoq rol oynayır. Bəli. Adam var ki, mən özüm yoxlamışam. Bizdə kadrlar olub, cəmi 2 il işləyir, amma özündən sonra o qədər internship yetişdirib. Biz sırf ona həm də dəyər vermişik ki, o özündən sonra gələn bir nəsil yetişdirə bilir. Amma kadr var ki, o 6 il işləyir. Yəni o heç kim heç nə izah eləmir. Amma ayaqlı kadr da, kadrlığına, mühəndisliyinə sözümüz yoxdur. O bilirsən, o biraz pedaqoq anlayışıdır. Mən məsələn proqramçı deyiləm. Ümumiyyətlə mediada falan danışanda, AI barəsində də danışıram, proqramlaşdırma barəsində də, smartfonlar barəsində də proqramçılar arasında bir ara belə bir şey yayılmışdı ki, bu kimdir proqramlaşdırmadan danışır ümumiyyətlə. Biz oturmuşuq qıraqda, mühəndislər oturub. Mən ümumiyyətlə onlara izah eləməyə çalışırdım ki, yəni mənim işim texnologiyanın insanlara başa düşən dildə çatdırmaqdır. Mən nə AI mütəxəssisiyəm, nə proqramçıyam, nə smartfon istehsalçıyam. Mənim işim budur. Yəni bir vasitəçi olmaqdır. Sən dediyin məsələdə böyük ehtimal odur ki, pedaqoqun əsas vəzifəsi ona öyrətməkdir. Yəni məncə bu sualın ən aydın cavabı budur. Bəli, budur, pedaqoqdur o. Peşəkarın özü də CTO-nu gətirib kursda müəllim kimi işlətmək üçün ona çox böyük miqdarda əmək haqqı verməlisən. Valla mən tam səmimi deyim, ciddi pozisiyada olan bir adam müəllim kimi işləyəndə mən özüm ona baxıram ki, bu deyəsən bekarlaşır. Yəni vaxtı boldu. Mən hərdən belə bir zarafatla görürəm ki, kimsə tez-tez ardıcıl 3 dəfə hansısa tədbirdə görəndə də indi sosial istərsəniz izləməliyəm və yaxud mən bəzi adamlara çox baxıllığım yaranır. Məsələn, baxırsan adam səhər idmandadır, günorta eləyir. Super. Biləsən, mənim özümün çox sıx təqvimim var və çox ciddi izlənilir o təqvim. Mən baxıram ki, ya mən nəyisə düz eləmirəm, ya da onlar nəyisə düz. Yəni eyni şəkildədir. Ciddi işləyən adamın o qədər vaxtı yoxdur ki, ola bilər bəzən həvəskarlar olur insanlar, yəni gedirlər, dərs deyirlər. Bu həftədə 3 saat, 4 saat ola bilər. Maksimum bir şey keçə bilər, bir sessiya keçə bilər. Bu mümkündür, amma əksi mümkün deyil. Gəldik belə bizim bu podkastın ən yaxşı yerinə, mən müzakirə eləmək istədiyim yerinə CTO-larla bağlıdır. Bununla bağlı LinkedIn-də bir dənə paylaşım eləmişdim. Əslində C-levellərlə bağlı paylaşım eləmişdim. İndi texniki sual olduğu üçün CTO üzərinə verəcəm. Azərbaycanda şirkətlərdə çox sayda xarici CTO-lar var. Bu türk olsun, rus olsun. Bizə yaxın region olduğu üçün türklə ruslar daha çoxdur. Yəni buna səbəb nədir? Biz CTO yetişdirə bilmirikmi? Ruslar və türklər gəlib bizdə texniki layihələrə rəhbərlik edir və yaxud da ki, texniki direktor olur. Əslində bayaqçı dediyim məsələ ilə birbaşa bağlı sualdır. Hə,
Orada məsələ nədir? Birincisi CTO və CIO anlayışı var. Bunları fərqləndirmək lazımdır bir-birindən biraz. Artıq şirkət böyüyürsə orada CIO, yəni o ancaq strategiyası ilə məşğuldur. O həmin o şirkətin strategiyası ilə məşğul olur. CTO daha çox texniki işin içindədir. Bəli, var xaricdən həm CTO pozisiyasından çox biraz CIO pozisiyasına ağırlıq verilir bizdə. Xarici mütəxəssislər bu xüsusən Türkiyədən, Rusiyadan vurğuladığın kimi regiondan gətirilir. Burada haqlı səbəblər də var, haqsız səbəblər də var. Yəni desək ki, bir mənalı yox, niyə gətirilir? Bu səhv olar. Və yaxud da ki, Azərbaycanda bəli kadr yoxdur, bu olmalıdır. Bu da yanlışdır. Səbəblərin biri nədir? Bir ara Azərbaycanlı mütəxəssislər bu pozisiyalara yüksəldi və bu sevindirici hal idi. Burada iki çətin nüans yaranmağa başladı. Biz həmişəki kimi başladıq mikro menecmentlə məşğul olmağa. Biz yəni rəhbərliyə mən CTO ilə görüşmüşəm, vaxt olub, nə bir 4-5 il əvvəl var idi bir görüşdə. Mən şoka düşdüm. Böyük bir şeyin biznesin CTO-sudur və adam mail yaza bilmir. Amma adam çox güclü mütəxəssis olub IT-də və uzun illərdir bu şirkətdə işləyir. Gətirib bunu CTO qoyublar, CIO qoyublar. Hətta az qala şirkətin rəqəmsallaşma strategiyasını ona verirlər. Bu kökündən səhv idi. O adam prezentasiya hazırlaya bilmirdi. O adam məsələn görüşə gedir. Görüşdə deyir ki, sizdə texnologiya səhvdir, pisdir. Belə olmur axı. Biznes etikasından biraz hə, məsələn rusla, türklə sən girsən, görüş başlayır, danışırsan, fəlsəfədən danışır, aydın səni o istiqamətdə aparır və o rəhbərə düzgün izah eləyə bilir. Şirkətin rəhbərinə çıxıb məsələn bizdə olanda bu böyük problemdir. Biz o yolu keçməliyik. Məsələn, həmişə mən öz mütəxəssislərimə deyirəm ki, biraz düzgün izah eləyin, insanlara həyatdan izah eləyin də. Deyir ki, bilirsiniz, onlar bizə API-lər verdi, biz API-ləri qoşmadıq. Database-də filan şey çəkdi. Çox texniki deyildi. Bu adam axı bunu niyə bilməlidir? Mən bizim əməkdaşlarım üçün nümunə çəkirəm. Elə bil deyirəm ki, sən aparmısan maşını, deyirsən ki, bunun əyləclərini dəyişin də, əyləc naklaqqa deyirik də bilər. O başlayır ki, bilirsiniz necədir? Bunun əyləci sıxanda əyləc sistemi ilə orada yeyilmə baş verib. Çünki təkər 45 dərəcədə necəsə əyilir. Başlayır danışmağa da. Qardaş, quzu kəsərəm, pulun nədir? Onu ödəyim və əyləci dəyiş çıxım gedim də mən. Ya da dəyişə bilmirsənsə, dəyişə bilmirəm, başqası dəyişsin. Eyni şey də IT-dədir. Ona görə məcbur qaldılar xaricdən mütəxəssis gətirməyə. Hansı ki, onlar doğrudan onu sata bilirlər. Fikrimiz elə bildim. Amma təbii ki, bunu kütləviləşdirmək. Kimlərsə bunu məntiqli gətirdi. Yenə. Kimlərsə məntiqli kurs açdığı kimi, kimlərsə məntiqli rəqəmsallaşma etdiyi kimi, kimlərsə də küyə getdi elədi. Küyə getdi, xaricdən mütəxəssis gətirdi ki, mənim də CIO, mənim də CTO Türkdür. CTO. Mənim də CTO Rusdur. Ona yəni dediyindən belə dalıcan da üzr istəyirəm. Yoxdur da bizdə də mütəxəssis də, bizdə şirkət də yoxdur. Ən belə şeydir, ağrılı tərəfi də odur ki, gətirir mütəxəssisi və öz belə millətin alçaldacaq səviyyədə rəylər verir ki. Yəni belə şey çox şey. Azərbaycanda yoxdur. Hə, var o. Azərbaycanda yoxdur. Mən San Fransiskoda, Kaliforniyada baxdım, Apple-da işləyən Azərbaycanlı var. Nə EA Tesla'ya gedib çıxır. Bizdən gedib Microsoft-da işləyənlər var. Yəni yox idi, bəs bunlar hardan çıxıb getdilər? Birləşmiş Ərəb Əmirliklərində bir dənə proyekt buraxmışıq. Həmin industriyada Azərbaycanda mən özüm paylaşım eləmişəm LinkedIn-də. Bir dənə məhsul yoxdur. Yəni bizə o icazə verilmir ki, onu düzəldək, amma o verir. Fikriniz elə bildim. O bir növü özgüvən sözü var da, onun olmamağına gəlir. Amma mən deyərdim, mən xarici mütəxəssislərə heç vaxt mənfi baxmamışam. Əksinə, yaxşı expat termini var da, yaxşı miqrantın razıyam, olsun xarici əməkdaş. Məsələn üçün gedib sən Siemens-dən bir yaxşı mütəxəssis gətirə bilərsən. Yoxdur da, bizdə olmuyor bu industriya indiyə qədər. Qoy gətirsin. Və yaxud da məsələn sən industriya əsaslı mütəxəssisin gətirməyin tərəfdarıyam. Məsələn sən bu gün biz tam ki banka bir CEO gətiririksə, tutalım ki, məsəl üçün bankda nə ehtiyac var? Bizdə kifayət qədər bank işini yaxşı bilən kadrlarımız var. Amma biz bu günləri tutalım hansısa bir zavodun qurulmağında CEO gətirirsə, qoy gətirək. Bizdə o zavod olmayıb indiyə qədər. Yəni bu əsaslı olmalıdır. Amma sırf bunun xarici pasportunun rənginə görə mən o vaxtları Dubayda işləyəndə bizdə belə bir anlayış var idi. Eyni pozisiyanı 3 fərqli millətin nümayəndəsi tuturdu. Deyirlər nə qədər maaş alırsan, soruşmurduq birimizdən. Deyirdi sənin pasportunun rəngi nədir? Bilirdik ki, artıq ona görə verirlər. Eyni pozisiyadayıq. Eyni bilikdəyik. Hətta mən deyim ki, bəzi ölkələr var idi, bizdən bilikli idi, amma
onlara görə 3-cü dərəcəli və şey sayılırdı pasport. O pasportun rənginə görə 10 maaş aşağı idi. Yəni sənin ümumi yanaşman belədir ki, Azərbaycanda yaxşı texniki mütəxəssislər var. Var, kifayət qədər var. Sadəcə bizim CTO-ların çatışmayan tərəfi o dediyim məsələdir ki, həm idarə etmə qabiliyyətinin bəzilərində İnkişaf olmaması. elətdirməlidir. Hamısı haqqında da deyə bilərik, amma Yox, bəzilərində təbii ki, hamısına qətiyyən aid eləmək olmaz. Yəni Azərbaycanda bəli. kifayət qədər var. Sadəcə problemi araşdıranda ortaya çıxan Bəli, məsələlər. problemi araşdıran odur. Hə. Bir də bəzilərinin təbii ki, bəzən də maraqları olur. Bu da mane olur. Belə Təbii. bir şeylər də var. Və yaxud da heç maraq bilirsiz bəzən nə olur? Onlar nə vaxtsa mühəndis işləyib. Deyir ki, ana ondan xoşum gəlmir. Ki, bunu sənə xoşum gəlməyən, axı bu biznesə yazıq neynəsin bunu? Belə olur. Okay, rəqəmsallaşma və transformasiya ilə bağlı belə bir sual qeyd eləmişəm ki, rəqəmsallaşma nədir, transformasiya nədir? Azərbaycanda çox aktualdır. Dövlət qurumları davamlı olaraq bunu önə çıxardırlar. Rəqəmsal transformasiya, rəqəmsallaşma. Bu anlayışda məncə qarışıb bir-birinə. Çox ciddi. Çox ciddi qarışıb. Bəzən adi bir proqram hazırlayanda da artıq rəqəmsallaşma elan eləyirlər. Belə bizdə ümumiyyətlə çox vaxtımı almadan qısa deyim. Bizdə ümumiyyətlə bir trend dövr olur həmişə. Var idi data mining, var idi blockchain. Xatırlayırsan da ən azı Təbii, bizim texnoloji vaxtı idi trendlər. da onlar da mobil tətbiq, sonra gəldi indi məsələn süni intellekt. Amma biz təəssüf ki, heç vaxt onun zəmin qatına düşüb, o zəmin qatını formalaşdırmadıq. Ona görə problemlər yarandı. Rəqəmsallaşma və rəqəmsal transformasiya da bu qəbildəndir. Rəqəmsallaşma nədir? Məsələn, biz bəzən rəqəmsallaşma adı üstündədir. Nəyinsə proseslərin avtomatlaşmasına doğru getmədir. Yəni rəqəmsallaşır. Bu nəsə jurnaldadır, bu nəsə nə bilim maildə də olsa, 2-3 proqram təminatında da olsa ayrı-ayrıdır bunları. Yaxşı rəqəmsallaşdırırsan sən bunu. Başlasan rəqəmsaldır. Sən artıq vərəqə, dəftərə, nə bilim qələmə, kuryerə, hər şeyin rəqəmsaldır. Elektron Amma daşıyıcıdadır. bu rəqəmsal transformasiyadır-mı? Yox. Xeyr. Rəqəmsal transformasiya odur ki, artıq səndə işçilər mindset olaraq yəni sən beynin Düşüncə daxilində, tərzi düşüncə olaraq. tərzi olaraq qəşəngdir. Düşüncə tərzi olaraq artıq sənin hər bir işçin fikirləşir ki, bir dəqiqə yəni bu mən nə eləyirəm ki, bunun prosesi belə quraq, qoy sistem özü çıxartsın bunu, özü eləsin. Axırda biz bir gözucu baxıb təsdiq verərik. Yəni adam əməkdaşlar, şirkətin hər bir əməkdaşı o transformasiyanı hiss eləməlidir və rəqəmsallaşmanın getdiyini hiss eləməlidir. Bizdə rəqəmsal transformasiya ilə bağlı belə bir boom da yaşanırdı ki, deyirdilər ki, məsələn məndən soruşdular ki, siz filan yerdə rəqəmsal transformasiya edirsiniz. Deyirəm ki, rəqəmsallaşma eləyirik, bəli, rəqəmsal transformasiya da planda var. Dedilər ki, agile işlədirsiniz onda. Agile, rəqəmsal transformasiya. Bu arada agile, yəni agile mənə çox qəribə bir metod kimi gəlir. Yəni çox çox bir əlçatmaz bir metodologiyadır. şey. Hansı ki biz bunu 2013-cü ildə universitetdə keçirdik. Yox, bizə Boğaziçi'dən bir professor gəlmişdi. Bir 2 həftə ancaq bunları keçirdi. Amma waterfall var, agile var, fərqli metodologiyalar var. Agile'ın özünün frameworkləri var, müxtəlif, yəni kitabxanaları var. Nə bilim Scrum-ı var, Extreme-i var, nə bilim nəyi var. Amma biriniz deyir agile ilə məşğul olursunuz. Deyirəm ki, yox biz agile işlətmirik də. Onda siz necə rəqəmsal transformasiya? Az qala məni öldürürük. Yəni agile olmadan rəqəmsal transformasiya Olmayacaq deyə bir şey olmayacaq bir şey yoxdur. yoxdur. Agile metodologiyadır. Agile Scrum işlətmərəm, Extreme Programming işlədərəm, onu işlətmərəm, layihə əsasında waterfall işlədərəm. Yəni bu agile ilə bağlı bir şey deyim sənə. Yəni Bəli. dəhşətli bir trend var agile ilə bağlı. Var idi, artıq o da öyle. Hə, kimə soruşursan, məsələn, bir işi təsdiqlətmək istəyirsən, Aha. amanın günündə o şirkətdə agile tətbiq olunada, bu gedəcək məhsul sahibi, PO, nə bilim, lider, oradan çıxardırlar, nə bilim, nə lider falan. Çox belə prosesləri əslində rahatlaşdırmaqdan mənə niyəsə çətin gəlir uzaqdan. Bilmirəm, mən agile ilə məşğul olmamışam və yaxud da ki, o proseslərdə iştirak etməmişəm deyə belədir yoxsa, amma mənə ümumiyyətlə çox mürəkkəb bir sistem kimi gəlir və trend kimi gəlir. Yəni Bu, hər agile tətbiq edən uğurlu olmur. Təbii ki. Və onu oturtdurmaq özü çətindir və ona görə çətin ki, yenə deyirəm, sən düşüncə tərzi olaraq orada olmalısan, ondan sonra onu tutturmalısan. Və bunu biz belə deyək də, bunu deyə bilmərik ki, bu uğursuzdur. Xeyr, uğurlu, kifayət qədər uğurlu yerlərdə tətbiqi var. Hətta ölkədə də uğurlu olduğu yerlər olub, ölkə xaricində də olub, amma bunu bir şeyə
çevirmək adət-ənənəyə ki, əslində özündə də hardasa o bir adət-ənənə daşıyır. Onun çox detallarını ilə də biz mütləq hər gün səhər bunu eləməliyik, bunu eləyirik, bilməm nə. Yəni korporativ bir mühiti sənə olmayan kim şirkətdə məcbur eləyir ki, sən bütün detallarını qoyasan da. Okay də, məsələn, biz də Scrum-dan müəyyən şeyləri gətirmişdik. Məsələn, gətirdik, onları yerləşdirdik. Nə bilim, bunu elədik. Məsələn, biz onu təmiz dəyişdik. Məsələn, bizim şirkətdə də hər gün stand-up meeting deyir də. Bu gün stand-up meeting eləməliyik. Gəlin yığışaq, kofemizi gətirək. Nə yəni stand-up? Yəni biz də hər gün proyekti stand-up meeting. Yəni belə deyim, məsələn biz uzun illər əslində elə işləmişik. Yəni korporativ mədəniyyəti olan bir şirkət üçün Hə. fərqi yoxdur hansı metodologiyanı tətbiq edən. Təbii ki, işin produktivliyinə təsir edə bilər, amma istənilən halda birinci önəmli olan struktur və korporativ mədəniyyətdir, əməkdaşlardır, rəhbərlərdir. Komandadır, hədəfin bəlli olmağıdır, o istiqamətdə düzgün komandanın formalaşdırılmağıdır və belə deyək də, bu şərt deyil ki, bu məsəl üçün hər yanda tribe olmalıdır, altında skvatlar olmalıdır, onun altında və sizdə PO varmı? Yəni, bu şərt deyil də. Yəni səndə ola bilər ki, bu var, bu ola bilər ki, Məntiqlə sənə yoxdur. bir şey deyim də, yəni hər şeyin rəhbər təsdiq elədiyi bir şirkətə agile qoymaq mənasızdır. Razıyam. Yəni sonda gedib bir o ağsaqqala başdakına dayanacaqsa, sən bura agile-ni tətbiq edirsən. Özdə bilirsən məsələ nədir? Məsələn elə hallar olub ki, mən bizdə bilirsən də SAP böyük qlobal nəhəng şirkətdir, ERP üzrə çox nəhəng şirkətdir də. Onun ən çox uğursuz olduğu yerlərdən biri bizdən. Çünki biz icazə vermirik. Biz hər şeyi götürüb özümüzə uyğunlaşdırmağa çalışırıq. Əşi bunun tələbi budur da. Hətta mən bir dəfə sənət dövriyyəsində eşitmişdim. Hardasa yerli sənət dövriyyəsi deyildi, SAP-də deyildi, xarici bir sənət dövriyyəsi alınmışdı. Xarici mütəxəssislər gəlib, qurulum baş verib, hər şey olub, müəyyən də o dairələrdən keçib axırda deyirlər ki, bilirsiniz necədir? Siz bura belə eləyin də, axırda rəhbər o təsdiqlənməyəcək deyəsən, onun köməkçisi print eləsin, oradan çıxan sənəd aparsın, imzalasın, təzədən onu ora skan eləyib, upload eləyin. O xarici mütəxəssislər şokda olub ki, bu nədən gedir də söhbət. Yəni o müxtəlif hissələrdir. Təbii bizdə ümumiyyətlə həmişə belə olub. Yəni biz yadındadır bəlkə sənlə biz eyni illərdə industriyaya da başlamışıq da belə fəaliyyət göstərməyə. O blockchain-də də eyni yolu keçdi, data mining-də də eyni yolu keçdi. Data is new oil. Yaxşı termindir. Hamı datadan danışırdı, amma sonra baxanda Sonra metaya gəldik. Hamının datası şey oldu. Baxdıq ki, hamının datasında nə qədər desən bərbad bir data var. Yəni bizim özümüzün də bir çox proyektimizdə. Yəni bundan o vaxt danışmaq faydalıdır ki, bu industriyaya çevrilir və faydasını görür. Blockchain də həmçinin, meta. Ümumiyyətlə dünyada meta bir boom idi da. İndi metadan kim danışır? Heç kim. Metanın özü belə metada batırdı. Yaxşı bir söz dedin. O üzdə olan bir cami olur da. Əslində bunun olmağı da faydalıdır. Yəni məsəl üçün Ən azından trendi bilirik ki, nədir. Bəli. İşi görməsəydi. Bəzən bizdə olur ki, onlara da aqressiv yanaşır. Bu nə deyə hər gün şeydədir. Hə, bir şeylə çıxır qabağa, amma özü də heç nə bilmir. Okay də indi özü bilir, bilmir, bunun özünə aiddir. Tam iddia irəli sürmədiyi müddətcə mən razıyam ki, qoy danışılsın bu mövzular. Danışılsın, insan ən azı kimsə onu düzgün eşidib, düzgün tətbiq eləyəcək. Amma iddia irəli sürəndə ki, hə mən bunun bilicisiyəm. Orada işlər qarışır. Onda artıq məsələ qarışır bir-birinə. Elə mövzumuza qüvvət keçək süni intellektə. Çünki süni intellekt məsələsi elə növbəti bir texnoloji bubble-dır. Hərçənd ki, mən bunu bir dəfə ifadə edəndə sosial mediada üstümə düşmüşdülər ki, nə bubble-a, sən süni intellektdən anlayışın yoxdur. Bubble deyiləndə əslində texnologiyanın boş olduğu anlaşılmır. Yəni blockchain-in özü belə bubble idi, amma blockchain texnologiya olaraq hələ də istifadə olunur və çox önəmli bir texnologiyadır. Sadəcə bubble deyilən, yəni bunu bir birja məntiqi ilə düşünsək, bir texnologiya trendi olur və bütün şirkətlər başlayır ora investisiya eləməyə, bütün startaplar o istiqamətdə gedir, investisiyalar ora yönəlir. Yəni bubble deyəndə bu nəzərdə tutulur. Yəni buradan da izləyicilərə çatdırmağa çalışıram ki, mənim dediyim bubble budur. Yəni marketdə, birjada da belə anlaşılır, bubble anlaşılır, partlayır. Öz şəklini alır, düzgün şəklini alır. O düzgün şəklini alandan sonra davam edir. Yəni bu belə olmalıdır. Yəni düzgün şəkildə yəqin ki, o gəlib GPT-dir, Gemini-dir. Bu tipli iri şirkətlərin məhsulları olacaq sonda əldə tutulan məhsul olaraq. O məsələ ondan ibarətdir ki, süni intellekt ümumiyyətlə nədir, necədir? Bunun haqqında bunun özü türklərdə söz var, çarpdırılmaq.
bilmirəm bizdə necədir. Çapdırılırmı? O fikir ifadə olaraq süni məsələn bizdə bəzən olur ki, şəkil çəkir, oradan nəyisə təyin elədi, çıxdı deyir ki, o süni intellekt. Bu süni intellekt deyil. Machine learning-i gətirib Bu hə qarışdırırlar. harca bu machine learning-də If else-i gətirib bəli, qarışdırırlar. dərinə gedəndə İllərdir machine olan şeyləri gətirib qarışdırırlar süni intellekt. belə deyək ki, bu günləri şahmat süni intellekt olmamışdan qabaq güclü kompüterlərlə artıq şahmat oynanılır da, düzdür? Bəli, Kasparovu məğlub eləmişdi. Elədi də Deep Blue axırıncı maşını. dəfə bəli, elədi. Onda süni intellekt demirdi ki buna. Buna sadəcə çox sürətli sayma qabiliyyəti olan mürəkkəb Elektron hesablama maşını. tamamilə düzdür. Əslində bu gün nə dəyişib? Bax, gəl götürək. Mən hərdən deyirəm, məsələn, görsən indi gənc kadrlarda Allah işlərini avan eləsin, daha şey olsun da, daha yeni kadrlarda. İndi biz də qocalmamışıq. Amma məsələn gəldi ki, bizdə Kafka belə getdi də, müxtəlif müasir gündəmdə olan bu belə gəldi, o elə getdi, bu belə getdi, danışsan. Amma dərinə düşəndə baxırsan ki, adam HTTP protokolu necə işləyir onu bilmir. Hansı ki, bu Təməl anlayışı. təməl anlayış budur da. Yəni bunun üstündə başa düşəndə süni intellekti də o səviyyədə başa düşüb davam eləmək lazımdır. Amma süni intellektin bizdə belə bir şey var. Dünya süni intellektlə gedir, biz geri qalırıq. Təbii ki də bizim bazar kiçikdir. O büdcələr yoxdur və bu da normaldır. Bizim etməli olduğumuz bilirsən nədir Fərid? Bax bu gün süni intellekti biz də tətbiqinə başlamışıq. Amma nə edirik? Hazır kitabxanalar alırıq. ChatGPT-yə qoşmuşuq Kiran proyektimizi. Kitabxanalar alırıq. Nə bilim, request sorğu başı nə $1-ımızı, $2-ımızı ödəyib işləyirik. Sən durub süni modellər yaradarsan. Tamamilə məntiq bundan ibarət. Doğru məntiq bundan Ya belə deyək də, ibarətdir. Çin məsələsi neynədir? Bax, Çin maşın bazarına girdi. Çin götürüb mühərrik istehsal eləmədi. Getdi kimdənsə mühərriki aldı, kimdənsə dizaynerləri gətirdi, kimdənsə bunu gətirdi. Çünki Çin oturuşmuş 60 illik oturuşmuş bazarı olan Avropa mühərrik daxili yanma mühərrikləri 100 ildir də. Yəni 100 ildən də çoxdur. Olan bir yerlə rəqabət apara bilməz axı. Görsən elektrikdə daha çox parıldadır. Biz də öz sahəmizi tapmalıyıq. O sahədə daha çox parıldamalıyıq. Yəni məntiqi olaraq sadəcə biz yeni bir GPT yarada bilmərik və Xeyr, DeepSeek-i yarada xeyr. bilmərik və ölkə olaraq ona potensialımız və büdcəmiz yoxdur. Mən məsələn son Azərbaycan süni intellekt barəsində olan konsepsiyasını oxudum. 20 neçə səhifəli bir konsepsiya idi səhv eləmirəmsə və kifayət qədər razı qaldım. Niyə? Çünki orada Bəli. kütləvi bir investisiya nəzərdə tutulmur. Altyapı nəzərdə Tamamilə tutulur ki, düzdür. biz mövcud süni intellekt texnologiyalarını tətbiq Bəli. edək, qurumların buna çox pul xərcləməsinin qarşısını Bəli. alaq, mərkəzləşdirək sistemi, dövlət Bəli, bilsin ki, tamamilə mən düzdür. altyapım nədir, Bəli, serverim bəli. hardadır və hansı toolları istifadə edirəm. Yəni budur. Bizim də insanlara çatdırmalı olduğumuz məncə budur ki, yəni Bəli, tamamilə düzdür. Amerikanı gedib yenidən kəşf edə bilməyəcəyik. Biz Qətiyyən. OpenAI-ya və yaxud da ki, Elon Qətiyyən. Musk-a, X-ə rəqib yarada biləcək potensialda Qətiyyən. deyilik. Yəni o demək deyil. Yəni bunu burada belə bir bəzən bizə ayıb gəlir ki, cəmaət bunu eləyir. Biz niyə elə Ha, bilmərik? biz niyə eləyənmirik? Biz bu şeydən mental olaraq bundan qurtula bilmirik də. Məsələn, filankəs bunu eləyir, mən niyə eləmirəmin qlobal versiyasında ölkə olaraq biz bunu niyə eləmirik? Amma ölkə olaraq biz bir çox yerə gedəndə baxırıq ki, bizə də yaxşı baxan var ki, siz maşallah necə inkişaf eləyirsiniz. Məsələn, elə yerlər var ki, doğrudan bizdəki rəqəmsallaşma xidmət bəlkə də məni qınayacaqlar, amma bizdə dövlət qurumlarında son illər artan rəqəmsallaşma çox müsbət tendensiyadır. Qınasınlar qoy. Mən sən Avropada belə bəzi ölkələrdən kifayət qədər öndəyik. Yəni istər interfeyslərimiz olsun, düzdür. Daha yaxşı eləmək olardı. Amma burax da, yəni bu düşüşlər olacaq, qalxışlar olacaq, amma daha yaxşı yerdəyik. Daha yaxşı yerdəyik. Tamamilə razıyam. Yox, cəmaət Mən bir üzr istəyirəm sözü Yox, kəsib çox adi bir məsələni deyim. Asparkingin tətbiqi var. Bəli. Mən çox fantastik innovativ gəlir bu Bəli. tətbiq. Yəni tətbiq vasitəsilə park elədin oturduğun yerdə. Avropada mən düşürəm şeylə küçələrə ki, bir dənə park manat tapım. Hə. Onu tapırsan qəpik tapım. Amma onun səbəbi var. Çeki çıxardım aparım qoyarım. Onun səbəbi var. O vaxtları bizdə mən bir bankda işləyirdim, tələbə idim də, həm də part-time işləyirdim. Orada bir böyük mütəxəssis gəlmişdi. O bank xarici bank idi, onun ana filialından. O da ki, siz bəxtəvərsiniz o baxımdan ki, sizdə hər şey texnologiya yeni qurulur. Nə istəyirsiniz tətbiq eləyə bilirsiniz. Nə istəyirsiniz tətbiq eləyə bilirsiniz. Asparkingdə ən son texnologiyanı tətbiq. Bəli, Asparking kifayət qədər uğurlu Çünki bir parking layihədir. texnologiyası yox idi. Yox idi. Sən onu sıfırdan qurdun. Amma sən gedib bir Avropa ölkəsində deyəməzsən ki, biz parkomatları söküb atırıq. Oradan bələdiyyə çıxacaq, buradan çıxacaq. Nəyi söksən? Yaşlı nəsil çıxacaq. Yox. Niyə sök? Mən ona öyrəşmişdim. Yaşlı nəsil bizdə hamı bizdən də yaxşı yatqında. Oradan kimsə çıxıb deyir, yəni bu parkomatları harda utilizasiya eləyərsən? Aha. Yəni orada
o oturmuş bir sistemdə Dəyişmək sən çox çətin. rəqəmsallaşma banklar var ki, 97-ci ilin yazılan kurs sistemlərinin üstündə işləyir. 96-95 var. Amma biz nə edirik? Bu gün biz nə texnologiya gəlib tətbiq eləyirik. Biz də bir gün bunun cəzasını da çəkəcəyik ya. Deyim ki, yəni nə texnologiya da, onun sabah texniki dəstəyi də var. Fikrimiz elədim. Amma rəqəmsallaşma Bakı kartın əpi yadıma düşdü. Əpi yığanlar aradan çıxmışdı tətbiqi götürüb. mən o Bəs bir bu hə, nə? və artıq uzun illərdir özümdə bir şeyi təlqin eləmişəm. Müsbətləri deyirəm, mənfilər hər kəsin öz işindədir. Mənfilər də mən deyirəm. O sənin işində. Yəni mənim işim müsbətləri demək. Mövzudan kənara çıxmayaq. Buyurun. Süni intellekt proqramçıların işlərindən alacaqmı? Bəsit və hamını maraqlandıran sual da. Bizə mənim özümə bəlkə bir ara ümumiyyətlə çox idi. Gündə atırdılar. Sizin biznes. Qaqa nətər olacaq bizdə? Deməli Fərid, deyirəm ki, valla mən də zarafatca dedim ki, valla süni intellekt gəlib bu işi alsaydı ki, özümə bir inşaatda zat işləm işləyərdim. Mənim üçün sənsəydi sayı inşaatda nəyisə tikeyim qurum. Yəni də mühəndislikdən gələn bir şeydir. Hətta hobbi kimi elədiyim şeylər də var. Yəni bu evi təmir elətdirim, oranı təmir etdim. Doğrudan çox xoşum gəldi. Düşürəm, bəzən baxıram. Yəni kəşf gəlsin süni intellekt alsın. Süni intellekt almayacaq. Ən azı ya biz bunu görməyəcəyik. Çünki mən belə bir bizdə kod yazırsa, kod hazırdırsa deyir ki, süni intellekt kod yazır. Amma məsələ o deyil. Məsələn, indi süni intellektdə mən deyirəm ki, bir dənə bizə proqram təminatı yaz. Fəridlə mən nə bilim nə edəcək, ora girəcək, bunu eləyəcək. Süni intellekt bunu yazıb o proqram təminatını əpi build eləyib mənə verəcəksə, o an zaten o Koroğlu məsələsi olacaqdır. Yəni, silah çıxdı, döyüşməyə atdı da. Mən də zaten onda söz verirəm, bu peşənin başını buraxacam. Yaxın vaxtlarda gözləmirəm. Təbii ki, alətlər dəyişir. Gəl bax, mən sənə nümunə verim çox vaxt olmadan. 2000-ci illərə qədər developerlər kim idi? Onlar nerd anlayışı var da belə. Onlar girirdilər, bir dənə command line-da kod yazırdılar belə. Mən elə bir iş yoldaşım olub 2011-ci ildə işlədiyim şirkətdən birinə. Command line-da yazırdı, build eləyirdi, atırdı Linux-a keçirdi. Mən belə baxırdım, ay Allah bu nə edir? Həsəd aparırdım, gecə gündüz istəyirdim, elə yazdım, nə edim? Də öyrənsən də tələbəsən 20-21 yaşım var. Sonra baxdım, ya sən bunu niyə öyrənsən? Cəmaət gül kimi alət çıxardıb da IDE, Integration Development Environment gedir deyəsən açıqlaması. Həmin işi gör. Bu hər şeyi görür də sənin üçün də. Kodları da yığır, bir paket eləyir, compile eləyir, compiler'ı yükləyir, sənə errorları verir. Bax, məsələn, əvvəl C++'dır. Məsələn, bir ara şey var idi. O zəif developerdir, Java-da yazır, o C++-da yazmır. Niyə qardaş? Çünki C++-da sən özün yaddaşı, operativ yaddaşı boşaldırsan, memory dediyimiz RAM-ı. Amma Java avtomatik bu. Yəni bir növ nəyə var? Adam mexanika maşın sürə bilər deyən ondan fəxr eləyir, avtomata keçsin. Eyni məsələdir. Eyni məsələdir. Yəni təbii indi bu gün avtomat sürürdük, buradaydı, nə bilim şey öyrəndik. Sən maşallah Tesla sürürsən, səndə heç nə yoxdur. Ayağı qaza qoysan gedir, götürsən dayanır məsələsində. İndi əyləcə sıxırsan, sırası dayanır, sürətlər qutusu dəyişir, sürətlənmə verir və s. Yəni eyni şeydir. Dəyişən heç nə olmayacaq. Avtomobil dəyişdi? Yox. Şəkli dəyişdi. Ona öyrəşən bir kütlə yarandı və onun da ustası yarandı. Deyə bilərik maşın ustaları işsizdir. Yox, indi Tesla ustası yarandı. Bəli. Eyni şeydir. İndi ChatGPT-nin işləmə qabiliyyəti olan işçilər yaranacaq, olmayan işçilər yaranacaq. Eyni məntiq digər sahələrdə də elədir. Bəli. Süni intellektlə işləyə bilən insanlar işlərini itirməyəcək. Süni intellektlə işləyə bilən həkim olacaq, süni intellektlə işləyə bilməyən həkim olacaq. Süni intellektlə işləyə bilən müəllim olacaq, işləyə bilməyən müəllim olacaq. Vəssalam. Bundan başqa bir şey deyil. Okay, Rüfət. Son olaraq yekun fikirlərini alım. Ümumiyyətlə daha doğrusu məsləhət alaq. Azərbaycanlı proqramçılara və yaxud da ki, bu sahəyə marağı olanlara 3 başlıqda nə məsləhət görə bilərsən? Məsləhət görmək qəliz işdir. Çalışan məsləhət görməyim, amma proqramçılara yox, amma tələbələrə. Buradan gələn tələbələrə demək istəyirəm ki, çalışın teorik bilikləriniz dərin olsun. Bu bir. Yəni bu sahədə universitet təhsili də ola bilər. Yaxşı riyazi biliyiniz olsun. Yəni teorik dərin bilikləriniz olsun. Bu mütləqdir. Yəni kursda nəsə öyrəndim, 6 ay nəsə oldum, bu mümkün deyil. Bax, birinci istəyim olar ki, bunu eləsinlər. Təhsilə mütləq önəm versinlər. Bizdə hətta işçilər olur, biraz pul qazanan kimi istəyir universitet açsın. Mən qoymuram. Universitet oxuyun. O da maraqlı bir tendensiya da. Yəni bir dəfə Amerikada məşhur milyarderlər elə olub deyənə elə bilər ki, təhsil atanda o dəqiqə mən qoymuram.
Mən qoymuram. Əlbəttə qoyulmamalıdır bu. Hə, mən Normal bir qoymuram şey deyil. və hətta təkidlə eləyirəm və tələbə master daxil, PhD daxil bizdə əməkdaş eləyirsə, biz ona hər cür şərait yaradırıq ki, o təhsilini davam eləsin. Təhsili olmayan, zəmin qatı olmayan adamla işləmək çətindir. Bax bunu düzün Bir deyirəm. fərd olaraq çətindir. Fərd olaraq da çətindir. Biz soft skills-lərə çox önəm veririk, vərdişlərə və yumşaq vərdişlərə çox önəm veririk. Çünki şirkəti bu gün ayaqda saxlayan, bizim şirkətin ən böyük güclərindən biri odur, deyərdim. İkinci tərəf odur ki, sürətli iş yeri dəyişməsinlər. Və xüsusilə də başlayanda bunu etməsinlər. Başlayanda ən çox olunan səhvlərdən biridir bu. Böyük səhvlərdən. Əmək haqqına görə tez-tez iş dəyişirlər. Bəzən əmək haqqına görə, bəzən proyektdə yaranan çətinliyə görə sürətli bunu dəyişməsinlər. Və mən bir dəfə intervyuda 6 il adamın təcrübəsi var idi. Mən təbii CV-yə baxan kimi onu dəvət eləmədim, amma indi çox təriflənildi. Başqa bir kollega dedi ki, o da gəlsin, dedi, yaxşı, baxaq. Təbii mən bilirdim ki, nəticə nə olacaq. Mən artıq o qədər yetişmişik ki, CV-yə belə baxanda başa düşürük ki, nə baş verir. Adam 6 il ölkənin 3 bankında işləyib. 2 başqa böyük şirkətində işləyib və bir başqa böyük şirkətində işləyir. Son 6 ildə adam bitmiş bir layihədə iştirak eləməyib. Bir software layihə minimum 1 il çəkir, il yarım çəkir. Bəzən böyük software layihə 3-5 il arası çəkir. Və bu adam bir bitirmiş layihəsi yoxdur. Orada biraz yarımçıq işləyib, burada biraz yarımçıq işləyib. Bu kadr ciddiyə alınmır. Və o adamlar müəyyən bir yaşdan sonra limitlənirlər maaşla. Onlar heç vaxt gəlib, onlar o belə deyək də, bu birjalarda olur, elə şirkət çıxır, elə sıfırdan uçur 100-lərə qədər. 100-lərə qədər uçmur da, 40-lara qədər uçur, ya 20-30-lara qədər uçur. Qəfil düşür? Qəfil düşmür. Yəni ən yaxşı halda onu stabil aparır. Hə. Bu ən yaxşı halıdır. Amma bunu görürsən ki, uzun illər üzərində işləyənlər olur. Bəli, 3 il bir şirkət işləyir. Həmin şirkətin vəzifəsini dəyişir, qalxır. Ona görə ikinci arzu olunan budur ki, tez-tez iş yeri dəyişməsinlər, layihə bitirməyə çalışsınlar. Filan yerdə işləməyimlə, illərimlə fəxr eləməsinlər. Bitirdiyin layihələrlə fəxr eləməyə lazımdır. Bax, məndə kadr olub. 2 illik cəmi təcrübəsi var, amma bir dənə böyük layihə bitirib. Mən ona maaşı digərlərindən çox verməyə hazıram. 2 il bir yerdə bir layihəni bitirib. Bu heç olmasa bir dəfə bu işi bilir. Maraqlı yanaşma. Bəli, bu bir işi bir dəfə bilir. Belə deyək də, sən həyatında tramvay çəkməmisənsə, mən səninlə oturub tramvay çəkməkdən müzakirə eləyə bilmərəm. Sən həyatında bir dəfə ev remont eləməmisənsə, mən səndən təmirdən danışa bilmərəm. Bax, bu da yanaşma. Bəs üçüncü? Üçüncü də yaxşı olar ki, daima öz üzərlərində işləsinlər. Bizdə belə bir şey var ki, bir müddət çatanda öz üzərində işləməyi saxlayırlar. Başa düşürəm, insan bir yaşdan sonra maşın alır, ev alır, evlənir, komfort, amma bu şərt deyil. Mütləq öz üzərində işləməlisən və bizdə belə bir şey var. 29 yaş olan kimi, daha bu yaşdan sonra da developer işləyəsi deyirəm ki, qoy bir menecer vəzifəsi saxlar. Amma məsələn bizdə gedir Rusiya, Türkiyə adam 55 yaş var, oturub kod yazır. Və Azərbaycanda da var, 40 yaşında adam var, kifayət qədər uğurlu kodlar yazırlar, 45-də də yazır. Bu Amerikada da var. Yəni belə bir 29. Bu yaşdan sonra. İndi düzdür, taliyə qismət eləyə bilər ki, məsələn mən də 28 yaşında 29-a keçiddə kod yazmadım. Amma mən onun yerinə Fərid daha çox zülümlü işlərlə məşğul oldum. Kod yazsan ondan yaxşı idi. O əvvəllərdə belə idi, kaş mühəndis işləyərdim. Kifayət qədər yəni yaxşı hörmətli mühəndis idim. Oturdum mən heç Azərbaycana gəlməzdim, təzədən Dubayda yaşayırdım. Aylıq kifayət qədər yüksək maaşım var idi. Oturub mühəndis kimi işləyirdim. Amma yenidən onda amma biz nə etdik? Bax bu gün biz başladıq onlarla kitab oxumağa, yazışmalar oxumağa, layihə idarə etməsi oxumağa, insan idarə etməsi oxumağa. Bir də mən tələbələr dönüb deyirəm, qətiyyən menecmentlə bağlı kitablar oxumayın. Mən tələbələr əlində görəndə əsəbləşəm, bu kitabları atıram. 7 vərdiş, Stefan Covey'in 7 vərdişini oxuyur. Mən 7 vərdişin 3-ünü hələ özümdə 35 yaşımda bütün gün kitab oxuyaraq formalaşdırıb qutara bilməmişəm. Yəni uğurlu adamın 7 vərdiş. Layihənin uğurlu idarə olunması üçün 15 təklif. Və yaxud da görsən birinin əlində görürəm uğurlu biznesin qurulmağı. 3 sirri. 3 sirri, 5 sirri. Əsəbləşirəm, gedin kadr olaraq yetişin. Yaxşı kadr yetiş.
sən həmişə tələb olunansan. Mənim rəhmətli babamın bir sözü var idi, deyirdi, yaxşı həkim günortaya qədər ac qalır. Günortadan sonra yenə bir dənə pasiyenti gələcək. Mütləq ona baxıb 5 manatını qazanacaq. Yəni bu belədir. Yaxşı mütəxəssis olsunlar. Sonrası qalan asandır. Təşəkkürlər Rüfət, gəldiyin Xoş üçün, idi. dəvəti qəbul elədin. Həqiqətən bu bazarda dediyim kimi podkastıma dəvət eləyəcəyim adamlar tapmaq çox çətindir. Çalışıram ki, insanların tanımadığı, altyapıda olan insanları çıxardım və onlar da çox təəssüf ki, dəvətləri bəzən qəbul eləmirlər, o qədər məşğul olurlar ki, səndə də kifayət qədər məşğul idi. Bu zamanı bizə ayırdığın üçün təşəkkür edirəm. Belə dostlar, ümid edirəm bu podkastımız maraqlı alındı. Azərselin eksklüziv tərəfdaşlığı ilə izlədiniz bu yayımı. Bir bit söhbətin ikinci biti idi bu. Üçüncü bitdə də maraqlı bir qonağım olacaq. İzləmədə qalın, hələlik.